Salam, bu günləri 2025 Güvən Nəşriyyatından 1.2 bəsit və mürəkkəb maddələri izah edəcəyik. Hansı elementin kimyəvi işarəsi düzgün verilməyibdir? Təbii ki, burada flor, kalium, dəmir, azot, amma civə hidrargiumdur. Bu karbon işarəsidir. Metallar, qələvi metal, lityum yenə doğru verilməyibdir. Bu kalsiyumdur, kalium deyil. Dördüncü sual. Qaz halında olan şəkil dəyişmə əmələ gətirir. Oksigen qazı və ozon qazı əmələ gətirir. Müxtəlif elementlərdən əmələ gələnlər mürəkkəb maddələr adlanır. Amoniak NH3-dür. 3 müxtəlif element mövcuddur. Azot, hidrogen, oksigen, yəni NHO. Saf maddələrin aqreqat halları çevrilmələri verilmişdir. Mayedən qaza. Mayedən qaza molekulyasal məsafə artmış olacaqdır. Tərkib heç birində dəyişmir. Çünki aqreqat hal dəyişməsi ancaq fiziki hadisələrə aiddir. Tərkib kimyəvi də dəyişir. Sıxlıq artır təbii ki, bərk halına keçəndə. Mayədən bərkə demək sıxlıq artır. Ən böyük sıxlıq bərk maddələrdədir, ən kiçik isə qazlardadır, sonra da mayələrdədir. Onda doğru cavab olacaq C variantı. Yenə bəsit maddələr. Bütün kimyəvi elementlər və onlardan bəzilərinin əmələ gətirdiyi altıorta şəkil dəyişmələri bəsit maddələr qəbul etmək olar. Ozon, qrafit və yod. Üzvü maddələr. Üzvü maddələr karbohidrogenlər var, CH tipli. Sonra spirtlər var, oksigenli üzvü birləşmələr və yaxud da karbohidratlar, CHO. Yəni tərkibi CH və yaxud da CHO-dan ibarətdirsə, biz bunu üzvü maddə deyəcəyik. Şəkil dəyişməsi olmayan azotdur. Kimyəvi elementin işarəsi əmələ gətirdiyi bəsit maddə. Bəli, hidrogen, xlor, azot və bu üçü 2 atomlu bəsit maddə əmələ gətirir. Oksigen həm 2, həm 3 atomlu bəsit maddə əmələ gətirir. Neon isə 1 atomlu bəsit maddə əmələ gətirir. Yəni D variantı səhvdir. 12-ci suala baxırıq. Bəsit maddə deyil. Karbon qazı müxtəlif elementlərdən ibarət deyə mürəkkəb maddədir. Almazın tərkibi. Təbii ki, almaz karbonun şəkil dəyişməsidir. Venn diaqramını tamamlayaq. Eyni növ atomdan əmələ gələn maddələr bəsit maddələrdir. Mürəkkəb maddə oksidlərdir, yəni NO2-yə aiddir. Saf maddə həm bəsit, həm mürəkkəblər saf maddə sayılır. Demək, ikinciyə 3, üçüncüyə 1, cavab A variantı. Eyni elementin şəkil dəyişməsi. Azot elementidir, almaz da karbon şəkil dəyişməsidir. Qrafit karbondur, hidrogen. Eyni elementin. Təbii ki, oksigen, azot. Oksigen, ozon daha doğrusu. O2, O3 kimi yazılır. Hansı element bərk halda olan bəsit maddələr əmələ gətirir? Daha doğrusu altıorta bir şəkil dəyişmə əmələ gətirir. Bu fosforla kükürdür. S8, P4. X elementi almaz əmələ gətirirsə bu karbondur. Ozon əmələ gətirirsə bu oksigendir. Şəkil dəyişməsi yoxdursa bu da azotdur. 18. Qeyri-metal. Silisium qeyri-metaldır. Ozonun tərkibi oksigen elementindən əmələ gəlmişdir. Oksigen şəkil dəyişməsidir. Metallar, məsələn, amfoter metal, sink. Bir atomlu bəsit maddələr helium, neon, argon, kripton, ksenon, radondur. Çox atomlu bəsit maddə əmələ gətirmir. Neon bir atomlu bəsit maddə əmələ gətirir. Maddələri müəyyən edin. Bəsit və mürəkkəb. Bəsit maddə eyni növ atomdan əmələ gələnlərdir. 1 ilə 2. Müxtəlif atomdan əmələ gələn isə, yəni H və xlordan əmələ gəlib mürəkkəbdir. Qaz halında olan bəsit maddə. Qaz halında. Almaz, fosfor bərkdir, brom maye, yod da bərkdir, ozon isə qazdır. Mürəkkəb maddə yenə fərqli atomlardan əmələ gələnlər, CO2. X bir atomlu, Y isə 2 atomlu bəsit maddə əmələ gətirir. X olacaq neon, Y olacaq N2 və O2. 2, 1, 3. 27-ci suala baxırıq. Kükürt və fosfor üçün ümumi olan nədir? Bərk halında olmaları bəli.
Çox atomlu bəsit maddə, bəli, S8P4. Allotropi şəkil dəyişmə, bəli. İkisi də allotropi şəkil dəyişmə əmələ gətirir. Ona görə 27-də cavab Y variantı. 28-ə baxırıq. Yanlış fikri seçməliyik. Hidrogen 2 atomlu bəsit maddə əmələ gətirir. Əlbəttə H2 əmələ gətirir. Oksigen allotropi şəkil dəyişmələr O2 və O3 əmələ gətirir. Doğrudur. Qeyri-metallar yalnız bərk halda olan bəsit maddə əmələ gətirir. Xeyr. Məsələn, S8P4 bərk halında olsa da və onlar qeyri-metal olsa da, amma hidrogen H2 və yaxud da oksigen O2 və yaxud da brom 2, yəni hidrogen, oksigen, qaz, brom maye halında olan bəsit maddə əmələ gətirir. Bu fikir səhvdir. Cavab budur. Civə yeganə maye halda olan metaldır. Metallar da elektrik cərəyanı yaxşı keçirir. Bəli, bunlar da doğru müddəalardır. Yanlış C variantı oldu. 29-a baxırıq. H2 və H-xlor üçün ümumi olan ifadələr mürəkkəb maddələrdir. Xeyr. Eyni növdən əmələ gəldiyinə görə bəsitdir. Fərqli atomdan əmələ gəldiyinə görə mürəkkəbdir. Bizə ümumi deyir. Sabit fiziki xassiyyə malik olan maddələr saf maddələr adlanır. Həm hidrogen, həm H-xlor saf maddə olduğuna görə, yəni hidrogen saf bəsit, H-xlor da saf mürəkkəbdir. Ona görə də sabit fiziki xassiyyə malik olacaq. Bu doğru. Molekulları eyni növ atomlardan əmələ gəlmişdir. Eyni növ atomdan əmələ gələn ancaq hidrogen molekuludur. Hidrogenlərdən yaranmışdır. Amma H-xlor isə həm hidrogen, həm xlordan ibarətdir. Yəni bu səhvdir, saf maddədir, bəli. 2 və 4. Ümumi olan mürəkkəb maddədir, çünki müxtəlif atomlardan əmələ gəlir. Qeyri-metaldan təşkil olunur. Bəli, karbon, azot, hidrogen qeyri-metaldır. Üzvü maddə metandır, alkanlara aiddir, amonyak isə qeyri-üzvüdür. Bu səhv fikir oldu. Çox atomlu bəsit maddə. Helium, neon, argon, kripton, ksenon bunlar bir atomludur. Yod, bəli, 2 atomludur, o da çox götürülür, çox atomlu götürülür. Kükürt 8 atomlu, fosfor isə 4 atomlu. Yəni 1, 2, 3 oldu cavab. Bəsit maddə kimi verilmişdir? Biz bilirik ki, əgər qarışığın tərkibindədirsə, bəsit maddədir. Saf maddənin tərkibindədirsə, elementdir. Havanın tərkibində oksigen, əlbəttə bu olacaq bəsit maddə kimi. Suyun tərkibində oksigen, biz bunun formulunu yaza bilirik. Burada element kimi verilmişdir oksigen. Biz deyirdik, maddə tərkibinin kimyəvi elementlərin işarələri və indekslər vasitəsilə yazılışı formul adlanır. Yəni, saf maddənin tərkibində fərqi yoxdur, bəsit və ya mürəkkəb maddənin tərkibində olduğu deyilsə, biz onu element götürəcəyik. Karbon qazının tərkibində olan oksigen, bəli, bu da element kimidir. Ona görə də bəsit maddə kimi yalnız birincidir. 32, indi 33-ə baxırıq. 33-də deyir ki, X2 maye haldadır. Bu brom olacaq. Y bərk halındadır. Bu kalsiumla misli, bir atomlu bərk. 2 atomlu bərk də yoddur. Cavab elə A bəndi. 34-cü sualda bir-birində həll olan mayelərdir. Demək, X, Y, Z-dən X ilə Z bir-birində həll olur. Məsələn, X ilə Z su ilə spirt deyək, tutaq ki, Y-ə də yağ deyək, tutaq ki. X sudur, Y yağdır, Z-dəki spirtdir. Bunları qarışdırsaq, təbii ki, su ilə spirt qarışacaq. Yəni, X, Z ilə qarışacaq. Y isə yağ, səthdə qalacaq. Ona görə cavab C variantı olacaq. 35-ə baxırıq. Aqreqat halları. Xlor qaz halındadır, oksigen də həmçinin. Civə və brom maye halındadır. Almazla ağ fosfor isə bərk halındadır. Ona görə də burada cavab demək 1-5 qazdır. 3-4 mayedir. Elə cavab A variantı oldu. Qeyri-metallar. Demək, silisium qeyri-metaldır. Bromda halogenlər qeyri-metallardır. Xrom metaldır. Yod qeyri-metaldır. Azot qeyri-metaldır. Nikel isə nikel, dəmir, kobalt, nikel bunlar dəmir ailəsi elementlərdir. Hər üçü metaldır. Demək, metal burada
Metal oldu. Xrom, nikel. Qeyri-metal isə silisium, brom, yod və azotdur. 37-ci suala baxaq. Aqreqat halları verilmişdir. Qaz halındadır oksigen, xlor, maye halındadır civə, bərk halındadır fosfor və yod. Daha doğrusu Y variantı. 38 yenə aqreqat halı verilmişdir. Bərk halındadır qrafit, bir də kükürt, yəni A və Y. Azot flor qazdır, BC, brom isə mayedir. Üzvü birləşmələr, bayaq dedik, CH və yaxud da CHO tipli birləşmələr üzvü birləşmələrdir. Yəni spirtlər, karbohidratlar və karbohidrogenlər. Bunlar üzvüdür. Metalları müəyyən edin. Manqan metaldır, xrom metaldır və civə də metaldır, maye halında olan metaldır. Qeyri-metallar isə yod, silisium və bromdur. Bu qədər. İnşallah növbəti dərslərimizdə digər mövzular çəkiləcək. Hansı mövzunu görmək istəyirsə şərhlərdə yazmağı unutmayın. Sağ olun.